Evinizə heç kimi qoymayın gəlsin ağlasın. Qonşudur, qohumdur, gəlib evinizdə dərdinizi danışmasın. Gəlib evinizdə olan huzuru götürürlər. Maşın alırsan, ev alırsan, danışma. Niyə deyirsən ki, mən maşın almışam? Valla adam var, tanıyıram, milyonu var, milyardı var. Hələ bir özünü aparır, sadə aparır, hələ özün nəfsdən qoruyur. O insan olmasın ki, nəfsdən qorxmasın. Bəzən türklər, məsəl üçün, türklərdə görürüm ki, nazar deyirlər. Onlar bizdə də deyirlər ki, nəfs. İnsan var ki, öz nəfsini saxlaya bilmir. Adam tanıyıram, Seyiddir, cəddinə qurban olun, özü heç bir işə yarayan bir insan deyil. Bir qarış, mənim özümdən asılı deyil də. Mən nəyi gördüm, o yanmalıdır. 3 dəfə maşını alıb dəyişmişəm. İnansan ki, mən qorxudan onun obyektin, hələ mən ekstrasensəm, onun obyektin qabağından keçməmişəm ki, ay Allah, birdən mənim maşınım zadım yanar. 2 dəfə keçmişəm, maşınım yanıb, külə dönüb. Mənim deməyim odur ki, dostlar, sirrinizi kiməsə danışmayın, güvənməyin. Nəfs ağır bir şeydir, hətta belə nəfis, göz, qıxlı uşaqlar. Dostlar, evinizə qoymayın. Qıxlı uşaqları da olanda kimisə üstünə qoymayın. Bəzən də uşaqlar bugünkü günə nəfsdən rəhmətə gedir. Deyir, bunun nə qəşəng uşağı var, deyir, bunun nə qəşəng imkanı var, pul var, gözü var. Cadunu təmizləyə bilirik. Mənim təmizlədiyim cadunu heç kim təmizləyə bilmir. Bəzən də nəfsi təmizləmək olmur. İnsanlar soruşur ki, Mehman bəy, biz özümüzü bədnəzərdən necə qoruyaq? O ki, sizi deyir, nə qəşəng köynəyim var. O, sənin yanından keçəndə 3 dəfə salavat sör, onunla da çıxıb gedəcək. Mənim deməyim odur ki, bəli, nəfsdir, gözdür, bədnəzərdir, var. Bədnəzər nəticəsində öz yollarınızı, öz ruzunuzu bağlaya bilərsiniz. Bunu deyin biləsiniz.